Ümumiyyətlə, o kimdir? Varis Məcudov kimdir ki, siz bu qədər ona önəm verirsiniz? Mən biraz qısa məlumat verib, onunla telefon əlaqəsini saxlamaq istəyirdim. İnanın ki, haradasa saat yarım, 2 saat o məni telefonda saxladı. Dedi, sən Allah danışqına, bu necə belə işdir? Mən deyir, indiyə kimi belə şey görmürəm. Mən də ona izah elədim ki, bizim üçün ən önəmli olan da odur ki, onun xilas elədiyi adamların içərisində bir nəfər də olsun Göyçaylı olmayıb. Varis Məcudov Azərbaycanın qəhrəmanıdır. O, bunu Azərbaycançılıq üçün eləyib. Məsələn, 17 nəfər Lənkəranlını xilas edib həmin anda. Varis Məcudovun xilas elədiyi insanlar hamısı ziyalı insanlar olub. Respublikanın xalq artisti olub, içərisində gəmi kapitanları, müxtəlif. Mən biraz çox danışsam, Vahid müəllimin haqqına girəcəm. Yox, mən bilirəm ki, o sərhədi keçdim. Bu qədər, mən dediklərim bu qədər. Qalanım Vahid müəllim. Sınarı müəllifi Vahid Orucova. Bütün iştirakçıları ürəkdən salamlayıram. Xoş gəlmişsiniz deyirəm mən də öz adımdan. Bu istirahət günündə dəyərli vaxtınızı ayırıb bura gəldiyinizə görə hər birinizə təşəkkür edirik. Çox sağ olun, gəlişinizlə də şərəf vermişsiniz. Mövzu barədə danışanda birincisi film Varis Məcudov haqqındadır. Yüzdən baxanda elə düşünmək olar ki, bu filmdə bir qəhrəman var, o da Varis Məcudov. Amma dərindən baxanda görürük ki, Varis Məcudovun azad etdiyi insanların 46 nəfərin 46-sı da Azərbaycanın qəhrəmanlarıdır. Özdəki misilsiz qəhrəmanlıqlar göstərmiş qəhrəmanlardır. Onlar kimlərdir? 2-3 dəqiqə vaxtınızı alacam, bildirmək istəyirəm ki, hamıya aydın olsun. O 46 nəfərin 3 nəfəri televiziya işçisidir. Onlardan biri Azərbaycan Respublikasının xalq artisti Vasim Babayev. İkincisi, televiziya əməkdaşı Azər Zamanlıdır. Üçüncüsü isə yeni televiziya əməkdaşı olub Rafiq Sabalı. Bu üç nəfərin gördüyü iş nədən ibarət olur? Ümumiyyətlə onu demək istəyirəm ki, 46 nəfərin hamısının həbs olunmasının səbəbi 90-cı ilin 20 yanvarında Bakı şəhərində mənfi organizasiyan vəhşi Sovet ordusunun xalqımıza qarşı törətdiyi vəhşiliklərə etiraz və müqavimət göstərmiş insanlar. Buradan xəbər heç yerə çıxmaz. Həmin bu üç nəfər televiziya işçisi çox ağır şəraitdə Bakıda baş verən hadisələri lentə alıblar və onları lazımi yerlərə göndəriblər. Beləliklə də beynəlxalq ictimaiyyəti Bakıda törədilən qırğınlar haqqında məlumatlandırıblar. Yəni, bunların hər biri o hərəkətlərinə görə elə böyük bir qəhrəmanlıq ediblər. Sonra orada 24 nəfər dənizçidir. Bu dənizçilərin içərisində gəmi kapitanları da var, heyət üzvləri də var. Bunlar nə ediblər? Bunlar da görüblər ki, Bakıda 20 yanvarda qırğın başladı. 120-dən artıq Xəzər dəniz neft donanmasına aid gəmiləri, mülki gəmiləri gətiriblər Bakı buxtasına. Bakı buxtasında yerləşən demək ki, Sovet hərbi gəmilərini mühasirəyə alıblar, onların girişinə, çıxışına qadağa qoyublar. Və ultimatum veriblər ki, əgər hər hansı bir gəmi bizim səhvlərimizi, gəmi səhvlərini aşıb keçmək istəsə, tarana gedəcəyik, vuracaq, darmadağın eləyəcəyik. Özümüz də məhv edəcəyik, onlar da məhv edəcəyik. Yəni, dünyaya meydan oxuyan, dünyanı tir-tir əstirən Sovet hakimiyyətinin hərbi dəniz donanmasını bunlar 4 gün ərzində girov əsir vəziyyətində saxlayıblar. Bakıdakı o əməliyyatlara bilirsiniz ki, o vaxt SSR-nin Müdafiə Naziri Yazov rəhbərlik edirdi. Yazov bunlarla dəfələrlə telefon danışığına girib, hədəliyib, sizi güllələtdirəcəm, sizi 15 il həbs elətdirəcəm,
gəmiləri geri çəkməyiblər. Və Yazov hansı tonda danışıbsa da o tonda da ona cavab verdilər. Sonra da görüş təşkil ediblər gəmidə. O görüşdə də yenə nə qədər Yazov təkid edibsə, gəmi kapitanlarımız onun göstərişinə əməl eləməyiblər və mühasirəni davam elətdiriblər. Kütləvi surətdə insanları qıracaqlar və o insanlar da hərbi gəmilərlə aparıb dənizə tökəcəklər. Sonra da televiziyada bunların əlindədir, radioda bütün kütləvi informasiya vasitələr bunların əlində olduğuna görə elan eləyəcəklər ki, bunlar demək o vaxt yadınızdadırsa ekstremist qüvvələr deyirdilər. Ekstremist qüvvələr bu hadisələri törətdilər və qaçıb getdilər. Yəni o öldürüb dənizə atdıqları insanlar bizim şəhidlərimiz ekstremist qüvvə adı ilə maskalayacaqlar ki, yəni özləri qaçıb gediblər, öldürməmişlər. Və bu dənizçilərin bu cür qəhrəman hərəkəti Sovet ordusunun həmin o iyrənc planlarından çəkindir. Ona görə də əgər bugün biz deyiriksə ki, 137 nəfər şəhidimiz olub 20 yanvarda, amma onun sayı qat-qat çox olmalı. Hətta 10 minləri keçməlidir. Yəni bu dənizçilərin qəhrəmanlığı həmin o kütləvi qırğın planından Sovet hakimiyyətini çəkindir. O mənada Yazovun da bir sözü var idi ki, sonradan yazırdı ki, demək mən deyir Bakıdakı əməliyyatda hər şeyi dəqiqliklə hesaplamışdım, amma bir Xəzər Dəniz Neft Donanmasının mülki gəmi kapitanlarının belə böyük bir qəhrəmanlıq göstərəcəyini, analog olmayan qəhrəmanlıq göstərəcəyini düşünməmişdim. Ona görə də bizim planımız burada iflasa uğradı. Yəni onun özünün boynuna aldığı məsələdir. Və bu 24 nəfərdə gəmi kapitanları bulardır. Bunlardan bir nəfər də demək Zeynal Məmmədovdur. O da dəmir yolçu olub. O dövrdə Moskvadan Ermənistana qatar vasitəsilə müxtəlif silahlar, ayrı-ayrı güçlər adında, amma silah daşıyırdılar. O silahların oraya daşınmasının qarşısını alan bu Zeynal Məmmədov, dəmir yolçu. Onun bir sözü ilə dəmir yolu tətil edirdi və Ermənistana yük daşınmasının qarşısı alınır. Yük deyəndə də silah daşınmasının qarşısı alınır. Bunların 46'sı da məhz 20 yanvar hadisələri ilə bağlı həbs olmuşdur. Vaxtınızı bilirəm ki, alıram, amma 2-3 kəlmə öz fikrimi 20 yanvar haqqında demək istəyirəm. 20 yanvarda 60 bindən çox Sovet ordusu Bakıya yeridilmişdir, təpədən dırnağa qədər silahlanmış. Onun qarşısında da silahsız xalq dayanmışdır. Məhz belə bir bizim bu indi sadaladığımız insanların hesabına onların planları pozuldu və onların planı bu idi ki, Azərbaycanda kütləvi qırğınlar törədib, Azərbaycan xalqının gözünün olunu alsınlar və milli azadlıq mübarizəsinə son qoysunlar. Qəhrəmanların hesabına 20 yanvarda bəzi verilişlərdə deyildiyi kimi onu biz o cür qəbul eləmirik, onu bu cür qəbul edirik ki, Azərbaycan xalqı həmin 20 yanvar hadisəsində qəhrəmanlıq göstərib və qalib gəlib. Onun da subutunu onda görürük ki, 20 yanvardan sonra keçən 2 illə nəzər salsaq, SSR imperiyasının Bakıda bu hadisələrə rəhbərlik etdiyi Yazov və digər böyük çinli hərbiçilər 91-ci ilin avqust ayında əlləri, ayaqları qandallanaraq məhz Moskvada həbsxanalara atıldılar. Üstəgəl 91-ci ilin dekabrında SSR adlı Şər imperiya tarixin zibilliyinə atıldı, süqut edir. İndi Azərbaycanda nə baş verdi? Azərbaycanda da belə qəhrəman oğulların hesabına 91-ci ilin avqustun 30-da İstiqlal bəyannaməsi elan olundu. 91-ci ilin 18 oktyabrında müstəqillik aktı qəbul olundu. 91-ci ilin dekabrında bu aktın ümumxalq referendumu keçirildi və təsdiqləndi. 92-ci ilin mart ayında da Azərbaycan BMT-nin üzvü oldu. Demək, bu xalq o boyda imperiya ilə
o 90-cı il hadisələrində qarşı-qarşıya gələn qalib xalqdır ki, 2 ildən sonraki SSR-nin vəziyyətinə baxırıq və Azərbaycan vəziyyətinə baxırıq. Ona görə də bizim borcumuz idi ki, belə bir qəhrəman insanları Rusiyanın Ulyanovsk şəhərində milis zabiti işləyən bizim həmyerlimiz Faris Məcudov azad edib, bu haqda geniş məlumat toplamaq, bunu araşdırmaq, ortaya çıxartmaq, ictimaiyyətə təqdim eləmək. Bunu bir Bariqan bəy çox gözəl izah elədi ki, hansı mərhələlərdən keçdi. Bir də onu demək istəyirəm ki, Göyçay rayonunda da Varis Məcudovun xatirəsinə həsr edilmiş şahmat turniri keçirildi 2023-cü ildə. Üstəgəl Varis Məcudovun adına hörmətli rayon icra hakimiyyətinin başçısı Natiq Müəllim Ağayev küçə verdi və adı əvəzləşdirildi. O mənada düşünürük ki, bizim borcumuz idi bu işləri görmək. Əgər onlara bizim borcumuzun heç olmasa milyonda birini, zərrə qədərini qaytara bilmişiksə, nə xoş bizlərə. Və bildirmək istəyirəm ki, bu Azərbaycan tarixi kitabı 2025-ci ilin noyabrında nəşr olunur. Ən son nəşr. 2024-cü ilin üzr istəyirəm. Noyabrında nəşr olunub, ən son nəşrdir. Burada ta daş dövründən bugünə qədər Azərbaycan tarixi xülasə şəklində əks olunur. Bilirsiniz ki, bundan əvvəl 7 cildlik Azərbaycan tarixi kitabı çıxarılmış, nəşr olunmuşdur. Ora düşmək bəlkə də o qədər təəccüblü olmazdı. Amma bu kitaba Varis Məcudovun adının düşməsi bizim hamımız üçün fəxrdir. Bunu da eləyən bizim həmyerlimiz, bu məktəbin məzunu, Bakı Dövlət Universitetinin Azərbaycan Tarixi Kafedrasının müdürü Mehman Müəllim Abdullayev bu işi görür. Eyni zamanda bir sevindirici görsəmimiz üstündə xəbər odur ki, bu kitaba 2024-cü ildə Avropa, Dünya və Olimpiya çempionu olmuş eyni ildə Hidayət Heydərovun adını Mehman müəllim bura salır. Yəni, qəhrəmanlar cürbəcür olur da, belə deyək ki, insan fəaliyyəti ilə elə qəhrəman kimi görünə bilir. Biz düşünürük ki, elə Hidayət Heydərov da Azərbaycanın bir qəhrəmanıdır. Çünki əgər o Fransanın paytaxtı Paris şəhərində 2020-ci ildə böyük zəfərimizdən sonra Fransanın Azərbaycana göstərdiyi düşmənçilik siyasətini bilirsiniz hamınız. O siyasətin fonunda gedib Parisdə məhz fransız düzolçunun məğlub etməklə Azərbaycan himnini səsləndirib orada, o da elə böyük bir qəhrəmanlıqdır. Düşünürük ki, Mehman müəllimi sağ olsun, ona təşəkkür edirik ki, bu kitaba onu da salır. Yormaq istəmirəm. Çox sağ olun hamınız, minnətdarım. Sadəcə olaraq icazə versəniz bu kitabları indi təqdim eləyərdik biz. İstəyirəm bu kitabdan birini Mehman müəllim xahiş edib ki, bizim məktəbimizin direktoru, gözəl insan Yeganə xanıma təqdim eləyək. Buyurun. Çox sağ olun. Sağ olun, çox sağ olun. Bu kitabın birini istəyirik ki, bizim Göyçayda çox tanınmış bir ziyalımız var. Hamı tanıyır onu. Aqil müəllim Kəngərli. Həm tarixçidir, həm şairdir.